Bir gün keçdi, aldı əsəri gəldi. Gəldi əsəri. İnanın Allaha, o gələndə rəngi bilirsən nə idi? Sağ getmişdi, bizdə böyüklər deyir, bir sayıl gəlmişdi. Rəngi limon kimi sapsarı, sifət çəkilib, çox pis vəziyyətdə. Çox. Mən bunu rəngin görüb qorxdum. Bacım gəlmişdi bizə. Bacım da gördü, gedib evdə deyib ki, heç əməlinin rəngi xoşumuza gəlmədi. Qorxu içində. O bir dəfə də onu üstünə maşın qubada vurmaq istəmişlər, öldürmək istəmişlər. Onda heç o bu vəziyyətə düşməmişdi. Qayıtdım, dedim ki, sən niyə belə əhvalın? Özünə vurmuram ki, pis olmasın, rəngi belə baxıram, görürəm ki, belə pisdir. Qayıtdım, dedim ki, narahatdır bu yenə də. Dedim, niyə narahatsan? İndi ki, əsəri gətirdin. Dedi, indi tam başqa şey üçün narahatam. Mənə dedilər, deyir ki, sən nə ürəyinə bunu yazmısan? Səni balaları öldürəcəklər. Səni ailəvi məhv eləyəcəklər. Sən öləcəksən. Mənə deyir, o tərsini addımlayan kölgələrdə belə deyirdi, o qədər çatmırdı. Amma mənə indi təsdiqli danışdılar mənə.